Bu dəfə tarixdəki nitqlər rubrikası deyəcəm, amma səmimi söhbətlə. Sual verirəm. Mümtaz Xəlilzadə yaxşı danışır, yoxsa Abdullah Qurbani? Gəl biraz bundan söhbət edək. Sizcə Mümtaz Xəlilzadə yaxşı danışır, yoxsa Abdullah Qurbani? Cavab verə bilmirsiniz. Məncə hər ikisi yaxşı danışır. Hər ikisi gözəl diksiyaya sahibdir. Hərbi paradın aparıcıları olaraq Azərbaycanın gözəl şəkildə təmsil edilər. Amma bəzi yerlərdə diksiya yox, ruh önəmlidir. Bəs ruhu necə verək? Necə çatdıraq? Necə təqdim edək? Biraz ondan söhbət edək. Məsələn, sosial media rəylərini oxuyum. Xüsusilə qeyd edirdilər ki, vətən ruhunu hiss elədik, amma aparıcının səsi o hissi tam yaşatmadı. Çox gözəl apardı, əla, məlahətli səsi var. Rəylərə baxıb təəssüf edirəm. Axı gözəl aparırdı. Mən təlimlərimdə bir ifadə səsləndirirəm. Deyirəm ki, bir fikir digər insana çatırsa, o dinləyir. Amma bir fikir digər insanın qəlbinə çatırsa, o artıq yaşayır. Bizim xalqda cümlələrdə, fikirlərdə yaşamaq istəyir, dərinləşmək istəyir. Məsələn, cənab prezident 2020-ci ildə çıxış eləyəndə hamı ayağa qalxırdı. Niyə? Dəmir yumruq deyirdi, hamı qəbul edirdi. Burada da onu istədilər. İstədilər ki, Mümtaz Xəlilzadə danışanda ruhu hiss eləyək, vətənpərvərliyi hiss eləyək. Təbii ki, 2020-ci ildə olan emosiyalar 2025-ci ildə olmayacaqdı. Bu bir reallıq idi. Üstəgəl də Mümtaz Xəlilzadənin gözəl danışığı, diksiyası xəbər aparıcılığına aid idi. Xəbər aparıcıları necə olur? Emosionallıqdan kənar, daha çox bilgi verən, subyektiv yanaşmasını kənara qoyan. Amma hərbi natiqlik nümunələrində biz başqa şeylər görürük. Emosionallıq, ruh, mübarizə, vətənpərvərlik, oraya yazanlar var ha. Kişilər, qadınlar, onlar istəyirlər ki, X adlı bir şəxs hərbi paradda çıxış eləyəndə onlar qalxsınlar, desinlər ki, Azərbaycanın ordusu var, Azərbaycan qalibdir. Bu formatda yanaşsınlar istəyirlər. Tənqidləri normal qəbul edirik. Çünki hərbi natiqlik nümunəsini görmədilər.